Baxaq. Mən yalan danışan valideyn olmamışam. Mən Şəmkirə gedirdim. Ayın 14-ü idi. 14-ü Şəmkirə gedirdim. Məni yolda saxladılar. Mənə pul tələb elədilər. Mən də prava istədim. Pravanı verdim. Şəhidlik kınışqasını verdim. Bana dedi ki, bunu neyle bunu ala koy qırağa. Koydum qırağa. Bu Şercan dedi ki, yaxşı, 50 manat ver ki. Ben 50 manatım cimime, cimde 120 manat pul var. 20 manatı verende dedi yok. Bizden yukarıdan pul veririk. Niye bu yalanla bir şeyi paylaştırırlar? Diye Daxilistlər Nazirliyi mərfatı, nam büyüməni yıkmışlar. Onu bir yarım saatliğine dayandı. Dedim başta, senin Cənab Nazir gözü qəbul edəcək. Dedim yok. Ben bunu dayandıran kimi, onların sözüne baktım, dayandıran kimi, bunlar durdu, üye beni bu qaydada paylaştılar. Ondan sonra dünənlər mənə pul tələb elədilər, teleç adamlarla. Mən pul adam deyiləm. Quran haqqı pul adam deyil. Mən pul alsam, Bərdədə bu qədər qeyrətli olanlarımız var. Getdiyim Şəmkirə, sarı getdiyim yeri, Şəmkirə getdiyim səmiti. Niyə onu mənim maşını saxladıqları yerdə, mənim toqqamdan yapışdıqları yerdə, qolumu vurduqları yerdə, bıçağımı vurduqları yerdə, məni göynən apardıqlarına, göynən, aparıb posta tulladıqlarını, niyə onları açıqlamırlar? Və bu, əgər bu postun komandiri, yaxşı komandirdirsə, o, niye onu açıqlamırsınız? Və mən getdim, o sırf koftayla Şəmkirə baş prokurorun qabağında dayandım. Dedilər, bugün 6-cı gündə baş prokuror işləmir. Mən qaydan başını çürdüm ora, saxladım. Dedim ki, və məni görürsünüz, koftamı buradan taktım qabağını, dedim, görürsünüz, görürsünüz, mən bakacağım, mən bu vəziyyətdəyəm, benim platindir. Mən bak oğlumu dağıttılar, onlar dırdılar. Buradan dartanda polis yatır oldu. Qabağını da özüm belə çəkdim, baba belə. Dedim, görürsünüz, bu damar yox deyə ölürəm. Niye o kameranı açılmır? Niye ben Şəmkirə getdiyim yerdə, oradan düşdüm, orada onu niye gətirib ekran verirlər? Mən Şəmkirdən gələndə gətirib ortada polisləri qoyurlar ora. Mən düzdür, ona mən belə elədim. Dedim, bəs məni gör, bu damarla nə günə qoymuşsunuz? Mənim belimi var ki dəvər. Məni bu günə qoymuşsunuz? Amma məni belə şeirimi açan, o qaylar olubdu. Benim kısamdan tutu, kolumdan tutu, buradan yapışan, dartıp koparan o qaylar olub. Ona göre ben belə yarımka girmiştim belə. Buradan dartanda şehir olmalıydım belə. Aman qabağım. Ben dedim, ayağımını cırtınız, yaxşı elədiniz, gördünüz bu damarı. Ben yalan danışan valideyn olmamışım. Ben Şəmkirə getirdim. Değerli vətənlərim, dünənləri mən çıxdım dedim, bəli, dedim ki, bu şəhid anası, atası, 2-3 dəfə dedim, haqlıdır ya haqsızdır. Amma heç kimin şəhid atası olması cinayətdən yayınmasına əsas vermir. Deməli, şəhid atası bu masum sifətli kişini burada gördük, danışığını gördük və heç oğlunun şəhid olduğunu da ortaya qoymadı, danışmadı və bu kişi, bu adam səmimiyyətinə inanırıq və bu adam indi ortaya qoydu ki, dünən bəli, mən də dedim ki, burada niyə video belədir, burada cırıq köynəkdə düşdü və dəyərli vətənlər, deyir, cırdılar köynəyimi, elə getdim prokurorun yanına, düşə bilmədim deyəsən qəbuluna, yoxsa düşdüm deyə. Oradan qaydanda təkrar bir polislərə dedim ki, bunun cavabını verəcəksiniz siz. İndi ona görə deməli vəziyyət başqa cürüymüş. Ona görə polislər də montaj video yayımlayıblar, nə bilim, neyniyiblər, nə varıblar. Yəni, dəyərli vətənlər, mən burada dünənləri şübhəli danışdıq, şübhəli yanaşdıq. Bugün isə biz həqiqəti dərk eləyəndən sonra, həqiqəti görəndən sonra biz şəhid atasına haqq veririk. Burada şəhid atası haqlıdır. Dəyərli vətən, biz polisləri ifşa edəcəyik. Polislərin şərəfsizliyini ortaya qoyacağıq. Şəhid atasına, qazilərə zülm, yersiz zülm eləyənləri pis günə qoyacağıq. Yerli də zülm olmaz, amma qanun hamı üçün birdir. İstəyirsən şəhid atası ol, istəyirsən qazi ol, istəyirsən prezident oğlu ol. Qanun hamı üçün bir olmalıdır. Maalesef ki, bizim polisimiz namusunu qoyub PKK-nın, Kürdlərin yatağına. Vilayət Eyvazov ki, bir adam ki, duz satan qəssab ola, Ramil Usubovun nazirin götünü qayırdığına görə nazir ola, nazirin götünü, bax, serjant nazirin götünü, Ramil Usubovun götünü qayırdığına görə, bu adam, türkülər demiş, oğlandır, oğlan. Bu adam şərəfsiz, gəlib olub İçişləri Bakanı. Polis bu kadrları yayarak özünü düzə çıxartmaq istəyirdi. Əvvəlki kadrları yayarak özünü düzə çıxartmaq istəyirdi. Dəyərli vətənlər. Bu kadrlara diqqətlə baxanda şəhid atası yaxasına əl atandan sonra kadr ani kəsilir. Cırılmış köynəkdə kadr gəlir. Baxın. İkincisi, Daxili İşlər Nazirliyi məlumat yayır ki, biz şəhid atasını saxladıq. Amma kadrlarda polis heç maşını saxlamaq üçün əl qaldırmır. Şəhid atası dediyi kimi özü prokurorluqdan qayıdan görüntüsünü yayır.
Niyə Vilayət Eyvazov şəhid atasının köynəyi cırılmamış vəziyyətdə posta daxil olarkən həmin kadrları yayımlamır? Onu da çəkib də o qəhvəxananın kamerası. Polis postu demirəm, qəhvəxananın kamerası. Çünki şəhid atası şəhid atasının belindən, kəmərindən tutub onu sürüyürlər, havaya qaldırırlar. Bir neçə polis göylə aparır, soxur ora. Zorakılıq tətbiq eləyə. Değerli vətəndaşlar. Baxın. Bax. Söyləmədən şəhid atasını çırpırlar, döyürlər. Sonra gedir prokuror deyəsən yəqin qəbulu zadı var imiş Şəmkirdə prokurorun. Yəqin ki qəbula gəlmək istəyib o, qəbula gəlirmiş. Sonra gedir qəbula təzədən qaydanda özü çəkir ki, məni bəyək burada döymüşdünüz. Prokurorun yanına da getmişdim. Yəni ona görə başa düşdünüzmü? Buna baxın. Və burada polislər qorxur. Və burada polislər qorxur, bax burada. Burada polislər qorxur. Polislər qorxur. Burada polislər. Baxın, bura baxın, əlini belə atanda, əlini atırır bura, cırıq köynək gəlir. Birbaşa hazırdır. Bax. Polisin saxtakarlığına baxın. İndi göstərəcəm. Bax. Əlini yuxarı, köynək əvvəldən cırıq köynək, kadr dəyişirlər. Baxın. Baxın, gözləyim bir də. Gözləyim bir dəqiqə. Bax. Kadr dəyişdi, bax. Gördünüz mü? Əlini belə qaldırır. Belə qaldırır. İndi köynəyini al atırmı? Yəni kadr dəyişir.